Aleyküm nənə. Aleykümselam. Nənə harda yaşayırsınız? Bura haradır? Bura. Bəli. Safxozda yaşayıram. Hansı safxozdur? Buranın adı nədir? Kirov. Kirov. İstisu qəsəbəsində. Su qəsəbəsidir, Kirov. İndi Kirov olub İstisu qəsəbəsində. Lənkəranın İstisu qəsəbəsində yaşayır. Lənkəranın İstisu qəsəbəsidir. Neçə yaşınız var ay nənə? 97. Ay maşallah 97 yaşınız var. Harda yaşamısınız? Cavanlığınızı harda yaşamısınız? Gəncliyinizi harda yaşamısınız? Zelenogorsk'da. Zelenogorsk'da. Qazaxıstanın Zelenogorsk. Kazakistan'da. Neçə il yaşamısınız orada? 18 yıl yaşadı orada. Sonra geldi Rusya'ya. Buraya. Geldi Azerbaycan'a. 18 yıl orada yaşadınız. Yaşadık. Geldi Lənkərana. Siz onda müharibədən əvvəl götürmüşsünüz ora. Müharibədə orada olmuşuz. Birinci müharibədə orada olmuşuz. Onda uşaq oldum canım. Onda uşaq oldum. Sonra böyüdüm. 18 yıl yaşadı. Geldik Azerbaycan'a. 30-cu ildə köçmüsünüz də ora. Hadi 30-da köçmüsünüz. Uşaq olmuşam. Bəli. Onda birinci müharibə başlayanda, vətən müharibəsi başlayanda siz elə Zelenogorsk'da yaşayırdınız. Bəli, orada olmuşum. 18 yıl orada yaşadınız. Bəli. Kimlə yaşayırdınız orada? Ata-anamla. Qardaşınız, bacınız vardı. Bəli, qardaşımız vardı. Adı Qərir, Səmid. Nənəmin adı Sərfi. Atamın adı Əvəz. Ananızın adı Sərfi idi, atanızın adı Əvəz idi. Əvəz. Bu sizin deməli ömrünüzün 60 ili Sovet İttifaqı dövrünə düşüb də, belə çıxır da. Bəli. 37 ili də indiki müstəqil Azərbaycanın dövrünə düşür. Azərbaycanda yaşayıram. Bəli. Rus dilində bilərsiniz. Bəli, biraz bilirəm də. Başa düşürəm. Bəzi sözləri gedə indi yaşlaşmışam, biraz nədən yadıma düşmür. Yadıma düşənlər yadımdadır. 18 il əgər siz o dövrdə orada yaşamısınızsa, Rus dilini daha mükəmməl bilmişsiniz. Əlbəttə, sözsüz ki, bu illər ərzində, 60 il ərzində, 70 il ərzində Rus dilini unutmalıydınız. Bu İstisu qəsəbəsində necə yaşayırsınız? Nə tər yaşayırsınız? Yaşayır. Özüm işləyirdim. Yaşa çıxandan sonra çıxdım pensiya. Pensiya çıxdım, indi evdə 90-77 yaşım var. Evdə indi, evdə qal, evdə. Allah sizə ömür versin. İnşallah 100 ilinizi gəlib çəkək. Sağ olun, Allah köməyiniz olsun. Bu qız kimdir qucağınızda?